Salam əziz dostlar, əziz şahmatçılar. Bu gün sizlə baxdığımız mövqe ümumiyyətlə şahmat oyununda ən vacib mövqelərdən biri bağlama mövzusu haqqındadır. Adətən gənc şahmatçılar, yeni dərəcəli şahmatçılar bu cür mövqelərdə çox səhvlər eləyirlər, yaranmış mövqedən istifadə edənmirlər. Baxdığımız mövqedə gediş qaralarındır və biz mövqeni qiymətləndirsək, ağların şahının mövqeyinin yaxşı olmadığını görürük və qaraların aktiv topları fil diaqonalda J2 vəziri var və qaralar bu mövqedə düzgün istifadə edib qalib gəlir. Birinci gediş top C1 qurbanı həyata keçirilir qaralar. Əgər top C1 vurarsa, vəzir D2-dən sonra vəzir üstün qalıb rahat qalib gəlirik. Top C1-ə əsas gediş vəzir C1 gedişidir. Vəzir C1-ə top A3 qurbanı həyata keçirilir. İkinci topu da A3-də qurban verir. Əgər B-a vursa, vəzir A2-dən sonra A1 şahı mat olur. Artıq heç bir çıxış yolu yoxdur. Top A1-ə digər gediş şah B1 gedişidir. Şah B1-ə və məsələnin ən gözəl gedişlərindən biri və demək olar ki, məsələnin etüd hissəsidir. Top A1, şah A1 və digər topumuzu qurban verib şahı A1 xanasına cəlb edirik və növbəti gedişdə vəzir A1, vəzir A8, A1 şahına şah elan eləyir. Şah B1 gedişinə, vəzir A2-dən sonra ağların şahı mat olur və bu cür bağlama mövzusuna aid nümunədə qaralar qalib gəldi. Siz də bu cür mövqelər, bu cür dərslər haqqında məlumat almaq istəyirsinizsə, səhifəmizi bəyənib takip edə bilərsiniz. Hər birinizə uğurlar arzulayırım.